Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə Şahin İbrahimovun Respublika Fənn müsabiqəsinə hazırlıq kitabından növbəti 19-cu sınağın izahını bölüşürəm. İlk suala diqqət etirək, hansı proseslər zamanı istilik udulur? Deməli, kimyəvi proseslər zamanı mütləq ya istilik ayrılır, ya istilik udulur. İstiliyin udulması endotermik proses idi və deməli minus Q ilə işarə olunur. İstiliyin ayrılması isə eksotermik proses plus Q ilə işarə olunur. Deməli, əziz şagirdlər, əksər birləşmə reaksiyaları eksotermik reaksiyalardır. Əksər parçalanma reaksiyaları endotermik reaksiyalardır. Deməli, molekullarda da bu belədir. Bu şəkildə yadda saxlaya bilərsiniz. Məsələn, birinci deməli hissəyə baxın. Qatı haldan deməli sıvı hala, yəni maye halına keçib də, molekullar qatı halda bir-birinə daha yaxındır, amma sıvı halda isə müəyyən qədər aralı yerləşirlər. Düzdür? Yəni tam qaz kimi aralı olmasalar da müəyyən qədər aralıdır. Molekulların burada birləşməsi baş verib, yoxsa parçalanması? Əlbəttə ki, parçalanıblar da, yəni bir-birinə nisbətən aralı yerləşiblər, daha sıx idilər. Parçalanma baş veribsə, biz də bilirik ki, parçalanma reaksiyaları endotermikdir. Deməli, bu prosesdə istilik udulur. Növbəti keçək ikinci prosesə baxaq. İkinci proses sıvı, yəni sulu hissədən keçib qaz hissəsinə. Qazda molekullar bir-birinə daha aralı, daha çox parçalanma baş verir. Bu da parçalanma reaksiyası olduğuna görə istilik ayrılır, minus Q. Üçüncü prosesə baxaq. Üçüncü prosesdə qaz halından, yəni molekulların daha aralı olduğu prosesdən molekulların daha bir-birinə müəyyən qədər yaxın olduğu vəziyyətə keçir. Molekullar deməli bir-birinə nə olur? Birləşirlər. Birləşmə baş verirsə, bu proses eksotermik prosesdir. Yəni istilik ayrılır. Eləcə də dördüncü prosesə baxaq. Sulu haldan qatı hala keçib, sulu halda molekullar bir-birinə müəyyən qədər yaxın yerləşirlər, qatı halda isə daha yaxın yerləşirlər. Deməli, yenidən molekulların birləşməsi baş verib. Biz də dediyimiz kimi, birləşmə reaksiyalarının demək olar ki, böyük əksəriyyəti eksotermikdir, yəni istilik ayrılır. Ona görə də düzgün cavab variantı 1 və 2. Parçalanmalarda istilik udulur, birləşmələrdə istilik ayrılır. Cavab A variantı. İkinci suala baxaq. İkinci sualda şərtdə bildirilir ki, aşağıdakı qazlardan hansı hava çirkliliyinə səbəb olmur? A variantına diqqət etirək. Karbon qazı zəhərli qazdır, havanı çirkləndirir. C variantına diqqət etirək. SO2 zəhərli qazdır, havanın çirkliliyinə səbəb olur. B variantı karbon qazı. Biz ümumiyyətlə oksigenlə nəfəs alırıq, karbon qazını xaric edirik və həmin xaric etdiyimiz karbon qazı müəyyən qədər havanı çirkləndirir. Yəni havada olan oksigenin miqdarının müəyyən qədər azalmasına səbəb olur, karbon qazı artdıqda. D variantında helium təsirsiz qazdır. Adından göründüyü kimi, yəni helium havanın çirkliliyinə səbəb olmur. Ona görə də düzgün cavab variantı D variantı. Üçüncü çalışmaya baxaq. Deməli, bizə iki qabda olan maddələr arasında reaksiya verilmişdir. Natrium OH və hidrogen xlorid. Deməli, bu reaksiya zamanı natrium xlorid alınır, su ayrılır. Deməli, reaksiya biz bilirik ki, neytrallaşma reaksiyasıdır. Yəni, turşu və əsas arasında olan reaksiya neytrallaşma reaksiyasıdır. A variantı doğrudur. B variantı bildirilir ki, eksotermik reaksiyadır. Bəli, doğrudur. Kitabda da verilib ki, neytrallaşma reaksiyası eksotermik reaksiyadır. Yəni, istiliyin ayrılması ilə plus Q müşahidə olunur. C variantı istiliyin udulması ilə gedir. Yanlışdır. Əgər reaksiya endotermik olsaydı, bəli, istiliyin udulması ilə gedəcəkdir. Lakin endotermik reaksiya olduğuna görə, daha doğrusu eksotermik reaksiya olduğuna görə istiliyin ayrılması ilə gedir. D variantı qüvvətli əsas və qüvvətli turşu arasında baş verən reaksiyadır. Bəli, doğrudur. Natrium OH qüvvətli əsasdır, yəni suda həll olur, qələvidir. Hidrogen xlorid də qüvvətli turşudur və reaksiya qüvvətli əsas, qüvvətli turşu arasında baş verir. Düzgün cavab variantı C variantıdır. İstiliyin udulması ilə gedir, yanlış cavabdır. Dördüncü suala baxaq. Aşağıda verilmiş maddələrdən hansının suda qarışığı suspensiyadır? Suspensiya olması üçün bilirik ki, müxtəlif cinsli qarışıq olmalıdır və su ilə suspensiya əmələ gətirilməsi üçün suda həll olmayan bərk maddə olmalıdır. A variantı natrium hidroksid suda həll olan əsasıdır, yəni qələvidir. Bu düzgün variant ola bilməz. C variantına diqqət etirək. Kalium hidroksid suda həll olan qələvidir. Suda həll olur. D variantı naşatır spirti NH4OH suda həll olur. B variantı, yəni maqnezium hidroksid isə suda həll olmur.
Ona görə də düzgün cavab variantı maqnezium hidroksididir və bərk haldadır. Çünki tərkibində metal var. Bərk haldadırsa müxtəlif cinsli qarışıqlar iki qrupa ayrılır. Emulsiyalar, suspenziyalar. Maye bərk qarışığı suspenziya adlanır. Bərk haldadır və suda həll olmur. Ona görə də düzgün cavab variantı B variantı. Keçək 5-ci suala. Hansı turşu qüvvətli turşu deyil? A variantına diqqət yetirək. H2SO4 sulfat turşusu qüvvətlidir. B variantı HNO3 nitrat turşusu qüvvətlidir. C variantı H-xlor xlorid turşusu qüvvətlidir. D variantı H3PO4 orta fosfat turşusu qüvvətli turşu deyil. Eləcə də H2S sulfid turşusu qüvvətli deyil. Düzgün cavab variantı D variantı. 6-cı suala baxaq. Sualın şərtində verilib ki, şəkildəki verilmiş qarışıq üçün hansı ifadə doğru deyil? Deməli, şəkildə bizə yağ və su qarışığı verilmişdir, daha doğrusu təsvir olunmuşdur. Gördüyümüz kimi yağ suyun səthində qalır, su isə aşağı hissədə qalır. Qarışıq heterogen qarışıqdır, bəli, doğrudur. Əgər biz qarışığın hissəciklərini kənardan gözlə görə biliriksə, bu qarışıq heterogendir. Gördüyümüz kimi burada yağ və su hissəciklərini gözlə görmək mümkündür. B variantına diqqət edirək, emulsiyadır, bəli doğrudur. Niyə? Çünki müxtəlif cinsli qarışıqlar bildiyimiz kimi iki qrupa ayrılır. Emulsiyalar, bir də suspenziyalar. Emulsiya maye qarışığıdır. Maye, yəni o şərtlə ki, müxtəlif cinsli olsun. Suspenziya isə maye bərk qarışığı müxtəlif cinsli olsun. Deməli, C variantı ayrıcı qıflı tərkibindəki maddələrə ayrılır. Bəli, doğrudur. D variantı suspenziyadır, yanlışdır. Suspenziya olması üçün qarışığı təşkil edən komponentlərdən biri bərk, biri maye aqreqat halda olmalıdır. Hər ikisi mayedir və həll olmurlar. Deməli, emulsiyadır. Maye qarışığı, suda həll olmur, emulsiya. Düzgün cavab variantı D variantıdır. Qarışıq suspenziya deyil, emulsiyadır. Deməli, 7-ci suala baxaq. 7-ci sualda bizə şəkildə verilmiş ayrılma suları üçün hansı ifadələr doğrudur? Qum və ağac tozu verilmişdir, suya əlavə olunur və şəkildə görürük ki, sonunda ağac tozu səthdə qalır, qum isə dibə çökür. Birinci müddəyə diqqət edirək, hər iki maddə suda həll olmur, bəli, doğrudur. Ağac tozu da, qum da suda həll olmur. 2-yə diqqət edirək, sıxlıqlar fərqinə əsaslanır, bəli, doğrudur. Çünki ağac tozunun sıxlığı az olduğundan suyun səthində qalıb, qumun sıxlığı çox olduğundan isə dibə çöküb. 3-ə diqqət edirək, ağac tozunu ayırdıqdan sonra qum və su filtr kağızı və qıf vasitəsilə maddələrinə ayrılır. Bəli, bu da doğrudur. Filtr kağızı vasitəsilə süzülür. Qum hissəcikləri daha iri olduğu üçün kağızın səthində qalır. Su isə deməli ayrıcı qıfdan kranı açdıqda aşağı süzülür. Düzgün cavab variantı 1, 2, 3, yəni D variantı. 8-ci suala baxaq. 8-ci sualda 3 qab təsvir olunmuşdur. Deməli, birinci qabda kalsium karbonatla su qarışığı, ikinci qabda aseton su qarışığı, üçüncü qabda isə dəmir və mis tozu qarışığı vardır. Və şərtdə bildirilir ki, bu 3 qabda olan qarışıqları biz hansı üsulla ayıra bilərik? Deməli, kalsium karbonat çöküntüdür, ağ rəngli çöküntüdür. Çöküntüdürsə, onun su ilə qarışığı süzmə üsulu ilə çöküntü, məsələn, qabın dibinə çökəcək. Həmin o çöküntüləri biz süzmə üsulu ilə sudan ayıra bilərik. Deməli, birinci variant süzmə. Aseton və su qarışığı. Asetonun ümumi formulu C3H6O-dur. Aseton məişətdə istifadə olunan kimyəvi birləşmələrə aid idi. Bildiyimiz kimi həlledici məqsədi ilə istifadə olunur. Lak və boyaları həll etmək məqsədi ilə. Deməli, aseton suda həll olan maye halda maddədir. İki mayeni bir-birinə ayırmaq üçün bildiyimiz kimi fraksiyalı distillə üsulundan istifadə edirik. Ona görə də düzgün cavab variantı yəqin ki, C variantı olar. Üçüncüyə də baxaq. Dəmir və mis tozu qarışığı. Dəmir maqnit xassəli olduğu üçün maqnitlə ayırma üsulundan istifadə edərik. Maqnit dəmiri özünə çəkir, mis tozu. Bu şəkildə biz mis tozu ilə dəmiri ayıra bilərik. Düzgün cavab variantı C variantı. Süzmə, fraksiyalı distillə və maqnitlə təsir etmə. 9-cu sualın izahına diqqət edirək, sabit temperaturda doymamış şəkər məhlulunu doymuş hala gətirmək üçün nə etməliyik? Deməli, biz bilirik ki, doymamış məhlul odur ki, həll olan maddənin yenə də müəyyən miqdarı həll ola bilsin. Lakin doymuş məhlulda isə artıq, məsələn, şəkər həll ola bilmir. Müəyyən miqdarı həll olub, artıq nə qədər əlavə eləsək də həll ola bilmir. Yəni, doymamış məhlulu doymuş hala gətirmək üçün biz daha da ona təsəvvür edin ki, yəni həll olan maddənin miqdarını artırmalıyıq ki, miqdarı müəyyən qədər artsın, artıq həll ola bilməsin də, yəni doymuş məhlul əmələ gəlsin.
Bir düzgündür. Suyu buxarlandırsaq, orada şəkərin miqdarı artar. Şəkərin miqdarı artdığına görə də müəyyən miqdardan sonra artıq həll ola bilməz və doymuş məhlul əmələ gələr. 2. Suyu əlavə etsək, məhlul durulaşar. Yəni şəkər miqdarı, suyun miqdarı artar, həll ola bilər. Yəni doymuş hala gətirmək mümkün deyil. 3-ə diqqət edirək, şəkər əlavə etsək, bəli, bunu doymuş hala gətirə bilərik. Müəyyən miqdar əlavə etdikdən sonra artıq yenidən biz onu həll edə bilmərik. Doymuş hala gələr də. Həll olmadıqda daha yenidən həll ola bilməz. Ona görə də düzgün cavab variantı 1, 3 və D variantıdır. 10-cu suala baxaq. Sabit temperaturda 80 qram duz, 250 qram, 80 qram deməli duz, 250 qram suda həll olunur. Şərtdə bizə bildirilir ki, məhlulu filtr kağızı vasitəsilə süzüblər. Toplanan duzun kütləsinin 30 qram olduğu müəyyən olunur. Deməli, 30 qram filtr kağızında qalıbsa, deməli bunun 50 qramı həll olunub. 50 qramı həll olub. 100 ml suda həll olunmadan kütləsi. Deməli, 50 ml, daha doğrusu 50 qram maddə həll olunanda 250 qram bizə su lazım olur. Bizə bildirilir ki, 100 qram suda, bəs 100 qram suda neçə qram maddə həll olunar? Deməli, yenidən tənasibi yazıram. 50 qram X maddəsi həll olunanda bizə 250 qram su lazım olur. Şərtdə bildirilir ki, 100 ml, yəni 100 qram. 100 qram su isə suda neçə qram maddə həll olunur? X qram. X bərabərdir 100 vurulsun 50 bölünsün 250. Bu da düzgün cavab variantı 20 A variantı.